Yenə də mən şok, siz də şok, şokum da şok, iptal olmuşam xanımlar. Deməli 3 manata və belə evladlarımız üçün rahat, materialda qəşəngdir, səpsərin, buz kimi belə şortikli dəstlər gətirmişik. Bunları təqdim etməyə gəlmişəm. Yox, əgər belə mişqalı, nə bilim, mişqalı istəməsəz, belə spidermenlərimiz də var. Də bunun qiymətini deyim sizə, gözün qiymətlərin hamısını deyəcəm biləsiniz. 3 manat 20 qəpiyə, bunlar yaşına deyil, aylıq uşaqlar üçün, düzdür? Və bu oğlan uşağı da geyinə bilər, ya qız uşağı da qırmızı rəngdədir. Hə, ancaq deyir oğlan uşaqlar. İndi bilmirəm, qərar sizin. Amma o birisləri həm oğlan həm qız. Bəli, geyinə bilər. 3 manat 20 qəpik bilirsiniz də bizim mağazamız çox münasib qiymətə geyimlər sizə təqdim edir. Və belə bir modellərimiz də var. Vallahi bilmirəm bunun qiyməti neçədir. Bunun qiyməti neçədir ay xanım? Və bunun qiymətini pozmusunuz, zaman bilməsin nə ya. Hərdən belə şeylər deyilir. 5-40 olmalıdır. Yaxınlaşırsınız mağazamıza həm qız uşaqları üçün, həm oğlan uşaqları üçün. Çox qəşəng, belə qəşəng baqatı deyirsiniz də hərdən dəstlər. Bax bunlar 10 manat 50 qəpikdir. Çox gözəldir. Rəngləri də var burada. Ağı da var. Sonra baxın bax belə qəşəng sarı rəngi də var. Yaxınlaşıb əldə edə bilərsiniz.